Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni mövzumuz larlər çoxluq bildirən hissəcik haqqında danışıb testlərimizi işləyəcəyik. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək dərsimizə. Ad bildirən sözün sonuna larlər hissəciyi artırdıqda bu varlığın bir deyil, çox olduğunu bildirir. Məsələn, kitab bir, kitablar birdən çox olduğunu bildirir. Bu hissəcik larlər kimi yazılsa da sözdən asılı olaraq müxtəlif cür deyilir. Məsələn, yazılışı və deyilişi fərqli olan sözlərimiz var. Şəhərlər yazılır, şəhərlər deyilir. Qazlar yazılır, qazlar deyilir. Oyunlar yazılır, oyunlar deyilir. Elə sözlər var ki, lər hissəciyi qəbul etmədən də çoxluq bildirir. Məsələn, ordu, ilxı, sürü, naxır. Bu hissəcik ahəng qanuna uyğun olaraq dəyişir. Sonuncu hecasında qalın sait olan sözlərə lar, incə sait olan sözlərə isə lər artırılır. İndi isə keçək testlərimizə. Artıq 4-cü bölmə üzrə 14-cü testdəyik. Baxaq birinciyə. Cədvəldəki səhvi düzəltmək üçün hansı sözlərin yerini dəyişmək olar? Baxaq uşaqlar. Hansının yerini dəyişmək olar? Tək və cəm. Komanda təkdə ola bilər? Xeyr, cəmdə olmalıdır. Qurbağa təkdə olmalıdır. Hansını komanda ilə qurbağanın yerini dəyişsək, cavabımız olur C bəndi əziz dostlar. İndi isə keçirik ikinci sualımıza. Verilmiş ardıcıllığa hansı cütlər davam etdirə bilər? Vətəndaşlar xalq, inəklər naxır, idmançılar komanda. Çiçəklər sürü olmaz, qoyunlar qoşun olmaz, cücələr iki olmaz, insanlar cəmaət. Cavabımız olur D bəndi. İndi isə keçirik üçüncü sualımıza. Verilmiş ifadənin cavabı hansı bənddə göstərilir? Atlar, qoşun, sürü, ilxı, naxır. Hansı bənddə göstərilir uşaqlar? Əlbəttə ki, C bəndində ilxı. Keçirik indi də dördüncü sualımıza. Baxaq, cədvəldəki simvolların yerinə hansı sözlər uyğun gəlir? Baxaq, təkdə və cəmdə. Simvollara baxsaq, saat, qoşun uyğun deyil. Ordu, qoşun uyğun deyil, təkdə olmaz, dişlər, köynək uyğun deyil. Baxaq D bəndinə, həkim, gül, təkdə, saçlar, meyvələr, cütdə. Hansı cavabımız uyğun gəlir uşaqlar? D bəndimiz uyğun gəlir. İndi isə keçəyim 5-ci sualımıza. Hansı bənddəki sözdə lar hissəciyin deyilişi yanlışdır? Paltarlar, paltarlar kimi səslənir. Buludlar, buludlar kimi səslənir. Dovşanlar, dovşanlar kimi. Simvollar, simvollar kimi. Cavabımız yanlışdır. İndi isə keçəyim 6-cı sualımıza. Baxaq uşaqlar. Hansı heyvanın adına lar hissəciyi artırdıqda deyilişdə dar kimi səslənir? Ayılar, qoyunlar, siçanlar. Atlar sözündə uşaqlar atlar kimi səslənir. Cavabımız olur B bəndi. Keçirik indi də 7-ci sualımıza. Baxaq uşaqlar 7-ci sualımıza. Verilmiş cədvəldə çoxluq bildirən sözlərin altında, təhrik bildirən sözlərin altında isə simvolları qeyd edilsə, cədvəl necə görünər? Baxaq uşaqlar. Milçək nədir? Təklikdir. Ocaqlar çoxluqdur. Payız təklikdir. Xalq çoxluqdur. Hansı bəndimiz uyğun gəlir? C bəndimiz uyğun gəlir. Baxaq indi 8-ci sualımıza. Şəkilə əsasən məktəb ləvazimatlarından hansının adı yazılı olaraq göstərildikdə lar hissəciyi istifadə olunur? Əlbəttə ki, C bəndimiz karandaşlar. Keçirik indi də 9-cu sualımıza. Baxaq. Aytən hansı cavabı versə, qurduğu cümlədə çoxluq bildirən söz işlənmiş olar. Aytən, sənin yaxşı oxumaq səbəbin nədir? A bəndi, mən hər gün ev tapşırığını təkrar edirəm. B bəndi, mən zamanımı düzgün bölürəm. C bəndi, mən əlavə test tapşırıqları edirəm. Baxın uşaqlar, test tapşırıqları lar hissəciyi burada istifadə olunur. Cavabımız olur C bəndi. İndi isə keçirik 10-cu sualımıza. Baxaq uşaqlar 10-cu sualımıza. Hansı meyvə haqqında verilmiş məlumatda çoxluq bildirən söz vardır? Almanın çox böyük müalicəvi əhəmiyyəti var, yoxdur. Limonun vətəni qədim Hindistan torpağıdır, yoxdur. Üzümün şirəsi bir çox xəstəliklər üçün xeyirlidir. Armud ağ çiçəkli bir ağacın sulu bir şirin bir meyvəsidir. Hansı bəndimiz uyğundur uşaqlar? C bəndimiz uyğundur. Baxırıq indi də 11-ci sualımıza. Baxaq uşaqlar, hansı bənddəki varlıqlara ortaq bir ad qoya bilmərik?
A bəndindəki nədir? Meyvələr. B bəndində tərəvəzlər, C bəndində canlılar. D bəndinə baxsaq, qatışıqlı uşaqlar hər birindən var. Meyvə, tərəvəz, canlı, cansız. Ona görə də hansı bəndimiz uyğundur? D bəndimiz uyğundur. Baxırıq indi 12-ci, sonuncu sualımıza. Kitabxanalardakı sözündə çoxluq bildirən hissəcik çıxarılsa, sözün yeni forması hansı olar? Lar hissəciyini çıxarsaq hansı qalar? Uşaqlar, kitabxanadakı. Cavabımız olur B bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.